Asif Hüseynov 32 yaşında icra başçı qoyulan Ramiz Mehdibin kadrasıdır. Asif Hüseynov siyasətində olan vaxtı Qalina Mehdi, Ramiz Mehdibin arvadının adına nə qədər məsələn torpaqlar orada özəlləşdiribdir, nə qədər torpaqlar veribdir. İndi bunların hamısından əlavə Asif Hüseynov görmür ki, bu Ramiz Mehdibin qal altında evi var. O evin də o remont elətdirib, evin də o tikdirib. Bugünkü gündə də rayondan xəbəri olmayan bir icraatçıdır. Ancaq bunun işi odur ki, pul yıxsın, vəzifə dəyişsin, ondan sonra vəzifələr hamısını saxtakarlıq etsin, ondan sonra torpaq alver etsin. Hər yerdə də bunun mülkləri var. Şabranda elə bizim məsələn qəsəbənin qabağında 500 metrlikdə 120 hektar yeri, içində dövlətin, prezidentin alladıb transformator artsan gətirib qoyur. Nətər oldu ki, bu xalq 350 nəfərdən ibarət olan, 70 evdən ibarət olan qəsəbə susuz qala bilir. Ancaq bu Asif Hüseynov prezidenti allada gətirib orada artsan qurur. Nə cür olur? Ona işıq çəkib, artsan qurub. İndi torpağı deyilənə görə güya başqa adama satıb 400 minə. Zeynal Nağdayevin qəbuluna getdiyimə də peşmanım. Ona görə peşman oldum ki, buna heç bir tədbir görən yoxdur. Ancaq indi mən bildim ki, Zeynaldan sonra başa düşdüm ki, bunun arxasında böyük mafiya, böyük güclər durur. Bu gücləri də sındırmaq çox çətindir. Allah prezidentə dəyməsin ki, bu heç olmasa kötüyü Azərbaycan xalqından aralı eləyib. Bu kötüyün üstündə bunlar budaqdır. Ona görə də bu tədbiri görməkdə, Respublikanı təmizləməkdə mən bunu alqışlayıram, çox alqışlayıram. Bunların arxası gedir, çıxır bu Ramiz Mehdibə. Bunu Ramiz Mehdibdən başqa heç kim 30 yaşında icraatçı qoya bilməzdi. Geçsin bizə qal altında ev var. O evi də bunlar veribdi, evi də bunlar tikibdi. Yəni bir o deyil. Yəni bu siyasətə gələndən bunlar ondan çox belə bəhrələnən bir insanlardır. Yəni bunu Dövlət Təhlükəsizlik Komitəsi də bilməlidir, bunu hamı bilməlidir ki, məsələ budur. Mən bundan artıq bir dənə hələ bu işlədiyim müddətdə bir dəfə gəlib qəsəbədə 70 evdən ibarət olan qəsəbədə 350 adam var. Heç vaxtı bu maraqlanmayıb ki, bu cəmaat nə ilə məşğul olur. Biz əhdimizin kompensasiyasını ala bilmirik. Rayonda məsələn çayxanalarda 1000 dənə sözlər danışırlar. Bir rayon icra başçısı gəldiyi yerdə bir rayon icra başçısı məsələn böyrümüzdə Xasmağı, Siyəcən, Quba, bütün icra başçıları rayon ərazisində gecə qalır. Ancaq bunun qaldığı buna məsələn dövlət tərəfindən verilmiş icra hakimiyyəti evində bu bir gün də qalmır. Bunun adamın rayondan xəbəri yoxdur. Hara gedir, gəlir məsələn oradan gəlir Xəzər restoranda oturub çörək yeri qayıdır. Bunun məsələn getdiyi gəldiyi o təzə yoldur, oradan gəlir Xəzərə. Bir də rayon içinə çıxsa bir yarım saat gəlir, elbisən dəyir, cəmaatı qəbul etmir. Ondan sonra cəmaatın dərdinə qalmır. Heç bir şeydən də xəbəri yoxdur. Gəlsin məndən qabaq gəlsin, mən ona sübut edim. Sübut edim ki, bu adam məsəl üçün rayon səviyyəsi, bu adam icra hakimiyyətinə layiq adam deyil. Bir dəfəlik layiq deyil. Bunu qoyan adam da Zeynal tək adamlar qoyubdu. Zeynal təki, ondan sonra Ramiz Mehdib tək adamlar qoyubdu. İndi bunun hamısı Allaha şükür çıxır, ölkə məsəl üçün qarışıb bir-birinə. Bunların hamısı ələnməlidir, hamısı çıxmalıdır. Bunların yerinə məsələn işlək kadrlar qoyulmalıdır. Bu adam xəbər yoxdur axı. Bunlar torpaq alverçisidir. Bu adam məsələn rayonda desin ki, mən bir dənə məsələn bu müsbət işi görmüşəm. Gördüyü iş məsələn bir dənə küçəni ildə bir dəfə təmir edir, orada da kalan milyonlar gedir. Təmirlə məsələn olan pul hamısı Asif Hüseynovun cibinə gedir. Ondan sonra belə qoyulub məsələn vəzifəyə qoyduğum adamların heç birisi deyə bilməz ki, mən orada pulsuz getmişəm. Aciz rayonda məsələn süpürgəçidən də pul alır. Ondan sonra cəmaətə məsəl üçün icra hakimiyyətinin işçilərinə kvartalda bir dəfə mükafat verir, o mükafat da tutur alır. Gah quz aldırır, gah arpa aldırır. Məsələn belə biabırçılıqla mən buna milyonçunun dilənçi balası deyirəm. Şəxsən milyonçunun dilənçi balası deyirəm. Bunun alverində sonu olmalı da bu pullar da indi aydın olur ki, mən indi bax görürəm ki, Ramiz Mehdibin milyardları var. Bu milyardlar kimin hesabına olur? Asif Hüseynov tək adamların. Onun məsəl üçün Şabranda məsələn qal altında tikdiyi evin məsəl üçün qiyməti hardasa 2-3 milyondur. Gəlsin məsəl üçün baxılsın da, görsün bu xalqın pulu ilə tikilib, yoxsa öz pulu ilə tikilib, Asif Hüseynov əzab çəkib, qoyunun pulu ilə tikilib. Asif Hüseynov siyasətə gələndən məsələn onun orada torpaq hesabları olub, bunlar hələ çıxmır, hələ bunları yoxlayan yoxdur, ona görə ki, hələ daxildə hələ sentrdə yoxlayırlar. Hələ bunların hamısı vaxt olacaq, araşdırılacaq. Bunlara məsələn kimlər himayədarlıq eləyib, nətər olubdur.
Daş belə də ola bilməzlər. Asif Hüseynova şəxsən mən 15 dənə eyvan etibar etmərəm. Asif Hüseynov desin ki, bu rayon üçün, rayon mənə aid deyil. Elə bizim 70 evə, Qasım qəsəbəsinə falan şeyi köməklik etmişəm. Falan şeyi köməklik etmişəm. Heç bir şey də deyə bilməz. Onun haqqı yoxdur. Hələ Namurad bizə vurduğu zərbələr hədsiz dərəcədə. Hədsiz dərəcədə vurduğu zərbələr xoşa gələn zərbə deyil.